Salam aleyküm, mənim dəyərli izləyicilərim. Demək, bugün Mehtabaddayıq. Səhər 28 may qəsəbəsindəydik. İndi də Mehtabaddayıq. Demək, Mehtabadda Mehtabad Fatimiyə yolunda, yoldan 20 metr içəriyə. Tam özü bu mərkəzə də yaxındır. Bax, belə bir an evimiz satışdadır. Demək, 3 sotun içində, bax, yolunda göstərirəm sizə. Bax, belə var. Məhəlləyə gedişin yolunda. Bax, 3 sotun içində bax, belə 4 otaqlı, 2 mərtəbəli evimiz satışdadır. Bax, gördüyünüz kimi baxın. Tam təmirli 4 otaqlı mənzildir. İndi mənzilin içərisini göstərəcəm. Bax, həyəti də görürsünüz, torpaqlıdır, əkib becərməyə tam əlverişli yerdir. Burada da görürsünüz, bax, stol qoyub, çay içməyə, yemək yemək üçün, bax, görürsünüz, əla bir terasdır. Evin içini göstərirəm. Demək, bura qurma hissəsidir. Ayaq yolusu da var, görürsünüz, bütün quraşdırılıb da aksesuarları. Burası da olasıdır. İndi ikinci mərtəbəni göstərirəm sizə. Görürsünüz, pilləkənlərine qalxır yuxarı. Sənət kopsadır. 4 otaqlı. Beləsinə 3 otaq yuxarıda, 1 otaq aşağı. 4 otaqlı təmirli evdir. Deyim, super təmir olunubdur. Bax, yuxarıda da bax, görürsünüz, hamısı bütün aksesuarlar quraşdırılıbdır. Bax, belə 3 otaqlı. Mənzilimiz satışdadır, sənət kopçadır. Qiymət 160 mindir. Buranı da göstərim sizə, bu bir otaqdır. 200 kvadratlı mənzil, 100 kvadrat aşağı, 100 kvadrat yuxarı gedir də. Həyəti göstərim balkondan, qəşəng balkonu var. Görürsünüz, balkon hissəsi. Həyəti 3 sotun içində, bax, bu evdə bax, satışdadır. Belə bir mənzilimiz satılır. Qiymət 160 mindir, sənət kopçadır. İstəyən olsa, əlaqə saxlasın, gətirək, göstərək. Kanalıma da üzv olmağı unutmayın. Oldu, zəhlərinizi görüşürük. Sağ olun.